Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar Nəşriyyatın Küraraz dərsliyindən riyaziyyat bölməsindən qaldığımız yerdən davam edirik. Bugün sizlərlə ədəd oxu üzərində çıxma test 16-nı işləyəcəyik. Baxağın uşaqlar birinci testimizə. Tısbağa 5 vahid geri getsə, hansı yarpağa çatar? Gəlin baxağın uşaqlar, tısbağa neçə rəqəminin üstündədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tısbağa neçədə oldu? 9-da. 5 addım geri deyir. 9-dan 5 çıxsaq neçə qalar? 4. 1, 2, 3, 4. Tısbağa hara gəldi çıxdı? Yarpağın üzərinə. Cavabımız olur C bəndi. Baxın uşaqlar, ikinci sualımıza. Verilmiş ifadənin təsvir olunduğu ədəd oxunu göstərin. Gəlin baxalım. 3 ədədindən 3 vahid geri. Baxın uşaqlar, bu ədəd oxudur. 0, 1, 2, bu da 3. 3 ədədindən 3 vahid geri getsə neçəyə düşür? 0-a. Demək, hansı variantımız uyğun gəlir uşaqlar? Gəlin baxalım. Əlbəttə ki, C bəndimiz uyğun gəlir. İndi isə baxırıq uşaqlar 3-cü sualımıza. Verilən modelə uyğun çıxma əməli hansı ədəd oxunda təsvir olunmuşdur? Gəlin baxalım uşaqlar. 5-dir, 2 çıxılıb 3 qalıb. Baxın uşaqlar. A bəndində 5-dir, 2 çıxılır, elə A bəndimiz uyğun gəlir, 3 qalır. Baxın, burada da 3-dür. Elə A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar, 4-cü sualımıza. Verilmiş çıxma əməlinə uyğun ədəd oxunu seçin. 7 çıxaq 4 neçə qalır? 3 qalır. Baxın uşaqlar, hansı ədəd oxumuz uyğun gəlir? A bəndinə baxsaq, 1, 2, 3, 4, 5-dən 2 çıxılıbdır, uyğun deyil. B bəndinə baxırıq, 1, 2, 3, 4, 5, 6, 7. 7-dir. Neçə çıxılıb? 1, 2, 3, 4. 4 çıxılır. Cavab neçə qalır? 3 ilə. B bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar, indi də 5-ci sualımıza. Baxağın 5-ə. Verilmiş modelə uyğun misal hansıdır? Baxırıq. 8 çıxaq 3. 9 çıxaq 4, 9 çıxaq 3. Gəlin baxağın modelə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9-dan 3 çıxılır. Hansı variantımız uyğun gəlir? Əlbəttə ki, C bəndimiz uyğun. İndi isə baxırıq uşaqlar, 6-cı sualımıza yumurtalarının sayını 3 vahid azaldılması hansı ədəd oxunda düzgün göstərilir? Baxağın, 4 yumurtamız var. 4-dən 3 çıxsaq neçə qalır uşaqlar? 1 qalır. Baxırıq A bəndində 3-dən 2 çıxılıbdır. Baxırıq B bəndinə 4-dən 3 çıxılıb. Baxırıq C bəndinə 3-dən 2 çıxılıb. Hansı bəndimiz uyğundur? Əlbəttə ki, B bəndimiz uyğundur. Baxırıq uşaqlar, indi də 7-ci sualımıza baxağın ədəd oxu üzərində fərq neçədir? Baxırıq. 1, 2, 3, 4, 5, 6. Bura neçədir? 6-dır. 6-dan neçə çıxılıb uşaqlar? 2 çıxılıb. 4 çıxılıb. Neçə qalır? 2. Demək, hansı bəndimiz uyğundur? Əlbəttə ki, A bəndimiz uyğundur. İndi isə baxırıq uşaqlar 8-ci sualımıza. Çıxılana uyğun modeli seçin. Bizdə nə deyir? Çıxılana uyğun modeli. 1, 2, 3, 4, 5, 6, 7. Burada neçədir? 7. 7-dən neçə çıxılıb? 4 çıxılıbdır. 7, burada da 4 çıxılıbdır. Neçəyə düşür? 3-ə. Bizə nə deyir? Çıxılan hansıdır? Baxağın, A bəndində 2-dir, B bəndində 3-dür, C bəndində 4-dür. Bizdə neçə oldu? Çıxılan 4 oldu. Elə cavabımız olur C bəndi. Baxırıq uşaqlar 9-cu sualımıza. Verilənlərə uyğun ədəd oxunu seçin. Baxırıq azalan 8, çıxılan 3-dür. Baxırıq A bəndinə. Neçədir? 10-dan neçə çıxılıb uşaqlar? 1, 2, 3 çıxılıb. Uyğun deyil. Bizdə azalan neçədir? 8-dir. Baxırıq B bəndinə. B bəndində 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə oldu? Azalan 8-də, çıxılan 3-də. Elə B bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar, indi də 10-cu sualımıza. Hansında fərq cüt ədədə bərabərdir? Fərq deyir uşaqlar. Azalan, çıxılan fərq. Yəni cavabımız cüt ədədə bərabərdir. Baxırıq A bəndinə. 1, 2, 3, 4. 4-dən neçə çıxılıb? 2. 4 çıxaq 2. Neçə ədəddir? Cüt ədəddir. Baxırıq B bəndinə. 1, 2, 3, 4. 4-dən neçə çıxılıb uşaqlar? 4-dən 4 çıxılıb. Neçə qalıbdır? 1, 2, 3 çıxılıb. 4-dən 3 çıxılıb. Neçə qalıb? 1. Baxırıq C bəndinə. 4-dən 1 çıxılıb. Neçə qalıb? 3. Hansı bəndimiz uyğundur elə?
A bəndimiz uyğundur. Üzərində çıxma çalışmalarımıza baxırıq. Gəlin baxaq birinci çalışmamıza. Baxırıq A bəndinə. Ağacdakı meyvələrdən 4-ü yerə düşdü. Ağacda neçə meyvə qaldı? Gəlin baxaq uşaqlar. 1, 2, 3, 4, 5, 6. Ağacda neçə meyvə var? 6. 4-ü yerə düşdü, neçə qalır? İkisi yazırıq elə bura. 6 çıxaq 4 bərabərdir 2. 1, 2. Baxırıq B bəndinə. Ağacdakı meyvələrdən ikisi yerə düşdü. Ağacda neçə meyvə qaldı? 1, 2, 3, 4, 5, 6, 7. 7 çıxaq 2. 7-dən 2 çıxsaq neçə qalır? 5 qalır. 1, 2, 3, 4, 5. İndi isə baxırıq uşaqlar ikinci çalışmamıza. Təsvirlərə əsasən misalları yazın. Gəlin baxaq təsvirə əsasən misalı yazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 neçədədir? 10-dadır yazırıq. 10. Ondan neçə çıxılıb? 1, 2, 3. 3 çıxırıq. Neçə qalır? 7 qalır. Buradan da yazmaq olardı uşaqlar. 10 çıxaq 3 bərabərdir 7. Baxırıq B bəndinə. 10 burada 9'dur. Nədir? 9 çıxılıb 2 bərabərdir 7. İndi isə baxırıq uşaqlar 3-cü sualımıza modellə verilmiş misalları ədəd oxunda göstər. Gəlin baxaq. Modellə neçədir? 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Buradadır. Baxın, buradadır. 3'ü çıxılmalıdır. 3'ü çıxsaq, 6'dan 3'ün çıxsaq neçə qalır? 2, 3. Baxın, bura düşür. İndi isə baxırıq B bəndinə uşaqlar. 5'dir. 1, 2, 3, 4, 5. Bura düşür. 5. İkisi çıxılıbdır. 5'dən 2'sini çıxsaq neçə qalır? 3'ü qalır. Gəlir bax. Bura. İndi isə baxırıq uşaqlar. 4-cü sualımıza baxaq, 4-cü çalışmamıza. Ədəd oxu üzərində verilən misallara əsasən müqayisə edin. Gəlin baxaq, müqayisə edəyək. Azalan fərq. Gəlin baxaq, 1, 2, 3, 4, 5, 6. Neçədir? 6'dır. Azalan 6'dır. Fərq neçədir? 1, 2, 3. Hansı böyükdür? Azalan. İndi isə baxaq uşaqlar B bəndinə. Çıxılan. Bizdən nə soruşur? Çıxılan. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 neçədir? Azalandır. Çıxılan neçədir? 1, 2, 3. 3'dür. Fərq neçədir? 5'dir. 8'dən 3 çıxsaq 5 qalır. Hansı böyükdür? Əlbəttə ki 5 böyükdür. İndi isə baxırıq uşaqlar 5-ci çalışmamıza. Baxağın, ədəd oxunda təsvir olunmuş misalları kubların üzərində göstərin. Gəlin baxağın. Ədəd oxunda 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. 6'dan neçəsi çıxılıb? 4'dür. 1, 2, 3, 4. Baxırıq indi də B bəndinə uşaqlar 10'dur. Ondan neçəsi çıxılıbdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın, burada 9'dan başlayır. 9'dan neçəsi? 1, 2, 3. İndi isə baxırıq uşaqlar 6-cı çalışmamıza. İfadənin cavabına uyğun ədəd oxunu da göstərin. Ədəd oxunda ifadənin cavabına uyğun göstəririk. Neçədir? 8'dən 4 vahid geri. 8 neçədir? Bura. 4 vahid geri deyəndə hara gedirik uşaqlar? 1, 2, 3, 4. Baxın, bura. 1, 2, 3, 4. 4 də gəlir, bax, bura düşür. Baxırıq uşaqlar indi B bəndinə. 9'dan 9 buradır. 6 vahid geri gedirik. Neçəyə düşə bilərik? 1, 2, 3. Baxın, bura düşə bilərik. 3'ə. 1, 2, 3, 4, 5, 6. Baxırıq uşaqlar indi də 7-ci çalışmamıza. Çıxma əməlini həll edin və ədəd oxu üzərində göstərin. Gəlin baxaq. 9 çıxaq 4. Eləmi? 9'dan 4 çıxmalıyıq. 9. 4 çıxsaq neçəyə gəlirik? 1, 2, 3, 4. 5'ə gəlirik. 1, 2, 3, 4. Baxırıq uşaqlar indi də B bəndinə. 10'dan nə edirik? 7 çıxırıq. 1, 2, 3, 4, 5, 6, 7. Baxın, 7 gəlib, bura düşür. 3'ə düşməlidir. İndi isə baxırıq uşaqlar C bəndinə. 8'dən 2 çıxırıq. 8, 1, 2. Gəlir hara düşür? 6'ya düşür. Baxırıq indi də 6'dan 2 çıxırıq. 1, 2, 3, 4, 5, 6. 6'dır. 2 çıxırıq. 1, 2. Gəlir hara düşür? 4'ə düşür. Baxırıq
İndi isə baxaq uşaqlar 8-ci, sonuncu sualımıza. Çıxılanın eyni ədəd olduğu çıxma əməllərini uyğunlaşdırın. Gəlin baxaq uşaqlar burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 çıxaq 3. Baxırıq bura. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8. 8-dən neçə çıxılıb? 6 çıxılıb. Baxırıq 1, 2, 3, 4, 5, 6 çıxaq 5. Baxırıq burada neçədir? 10 çıxılıb 5. Baxırıq burada 1, 2, 3, 4, 5. 5-dən neçə çıxılıb? 3 çıxılıb. Baxırıq bura uşaqlar 1, 2, 3, 4, 5, 6. 6-dan 6 çıxılıb. İndi nədir uyğunlaşdırırıq? Baxın, çıxılanı deyir. 8-dən 6 çıxılıb, 6-dan 6. Bu cür uyğunlaşır. 6-dan 5 çıxılıb, ondan 5 çıxılıb. Bu cür uyğunlaşır uşaqlar. 8-dən 3 çıxılıb, 5-dən 3 çıxılıb. Bu cür uyğunlaşır. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.